Salam dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün qazan kotletinin fərqli üsulla bişirilmə qaydasını sizlərlə paylaşıram. Deməli, 250 qram ətin üzərinə rəndədən keçirdiyim bir orta boy soğanı əlavə edirəm. Sonra isə biraz duz, istiot və pul biber və yaxud da paprika fərq etməz hansından varsa ondan yəni istifadə edə bilərsiniz. Əlavə edib yaxşı qarışdırıram. Bir böyük baş soğanı xırda doğrayıram. İki orta boy kökü də bu cür ortadan ikiyə bölüb uzunsov şəkildə videoda gördüyünüz kimi doğrayıram. Bir orta boy biberi də yarım halqa şəklində doğrayıram. Sonra bir ədəd böyük pomidoru kub şəklində doğrayıram. Tavaya 2 xörək qaşığı kərə yağ əlavə eləmişəm və doğradığım soğanları buraya əlavə edirəm. Deməli, soğanları tavanın bir kənarına yığıram və düzəltdiyim kotletləri də tavanın yarı hissəsində o üz bu üz qızardıram. Beləliklə iki işi birdən görmüş oluram. Yəni kotletləri çox qızartmıram, sadəcə o üz bu üz belə deyək də möhürləyirəm. Videomu bura qədər izləmişsinizsə, sizlərdən xahişim odur ki, kanalıma abunə olun, bəyənin, paylaşın, şərh bölməsində fikirlərinizi mənimlə bölüşün ki, mənə dəstək olasınız. İnanın ki, bu mənim üçün çox önəmlidir. Ətlə soğan qovrulana qədər 2 kartofu bu cür formada doğrayıram. Gördüyünüz kimi ətlərin hər iki üzü qızarıb və mən bura doğradığım pomidorları əlavə edirəm. Tavanın qapağını bağlayıram ki, pomidorlar biraz yumuşalsın. Sonra bura doğradığım kartofları, kökü və biberi əlavə edirəm. Üzərinə biraz su əlavə etdikdən sonra duz, istiot, paprika və sarı kökünü də əlavə edib yaxşı qarışdırıram və qapağını örtüb tam bişənə qədər bişirirəm.
Artıq gördüyünüz kimi bişib hazırdır. Mən bunun üzərinə şüd əlavə elədim. Siz istəsəz başqa göyərtilərdən də istifadə edə bilərsiniz. İnanın çox ləzzətlidir. Siz də bu üsulla hazırlayın, nuş edin. Məni videolarımı izləməyə davam edin. Sağ olun, sağlıqla qalın. Göz haqqınızı halal edin.